Qarabağ Napolidən də xal ala bilər. Çünki Conte'nin komandası zədələr epidemiyasından ciddi əziyyət çəkir. İlk olaraq Napolinin ən güclü silahı Scott McTominay. Baxın, bu epizodda gördüyümüz kimi Scott McTominay özünün klassik hücumun başlanğıc fazasında dayaq yarımdəfəsi mövqeyində topu alır. Baxın, paslaşma gedir və burada da Qarabağla da oynayacaq Rasmus Højlund hələ bu işi elitar səviyyədə bacarmasa da Galatasarayın mərkəz müdafiəçisi ilə sağ can müdafiəçisini özünə çəkir və nəticədə boşluq yaranır və bu boşluqdan da tam şəkildə Scott McTominay istifadə edir. Əlbəttə ki, bu Scott McTominay'in istisna yox, klassik hərəkət trayektoriyasıdır. Gəlin başqa bir epizoda baxaq. Və bu epizodda Lukaku'nun balaca versiyası olan Lorenzo Luka özünə diqqəti cəlb edir və boşluqdan istifadə edən Scott McTominay effektiv şəkildə içəri girərək qolu vurur. Və əlbəttə ki, əgər Scott McTominay görür ki, cərimə meydançasına girə bilmir, onun ikinci ən böyük silahlarından biri uzaqdan vurduğu zərbədir. Gəlin bir neçəsinə baxaq. Burada məsələn adam qapı terinə vurur və ya bu epizod bu mövsüm artıq Cagliari ilə maçlandı. İndi isə Napolinin zəif tərəfləri. Lukaku zədəlidir. Lukaku'nun bir növ B kateqoriyalı əvəzi olan Lorenzo Luka qırmızı kart cəzalısıdır. Yəni o da Qarabağla maçda forma geyməyəcək və bu Napolini yeganə hücumçu ilə üz-üzə qoyur. Bu da Rasmus Højlunddur. Højlundun iki üstünlüyü var. Birinci üstünlüyü odur ki, Højlund sürətli hücum, vertikal hücum zamanı uzun atılan toplardan və ya orta atılan topda müdafiəçilərin arxasından çox yaxşı qaçaraq özünə yaxşı mövqe seçir. Əvvəl əgər bir neçə il öncə klassik tiki-taka futbolu ondan ibarət idi ki, müdafiədən yavaş paslarla çıxmalısan və s. və ilaxır. İndi komandalar bir qədər vertikallaşıblar. Vertikallaşmaq əlbəttə ki, ilk öncə uzun toplar deməkdir. Amma burada da Napolinin ən böyük funksional yerini yetirən futbolçusu Anguissadır və həmin Anguissa olmayacaq. O da Qarabağa böyük bir üstünlük yaradacaq. Qurban Qurbanov Chelsea ilə oyun ssenarisini təkrar etməyə çalışsa, bu bir qədər işləməyə bilər. Çünki Chelsea ilə əlbəttə ki, bizim məşqimizə haqqını vermək lazımdır ki, orada sol cinah müdafiəçisi 19 yaşlı Hato mərkəz müdafiəçisi yerində oynadılırdı. Bir növ Enzo Maresca Qarabağlı Çempionlar Liqası oyunu ötən mövsümki Konfrans Liqası oyunu kimi yanaşmışdı və bunun da cəzasını aldı. Amma Napolidə hər hansı bir eksperiment olmayacaq. Müdafiə dördlüyü, yarım müdafiədə Lobotka, yəni arxa Napolidə kifayət qədər optimaldır. Amma burada Napolinin problemi var və Napoli boş-boşuna deyil ki, son 3 oyunda 0 gol vurub. Həmin o 3 oyunda 0 gol vuran komanda ilə indiki arasında Anguissanı da itirib. Milli komandalarda oyunçular oynayıb bir qədər də yorulub və bu əlbəttə ki, Napoli üçün ancaq pis xəbərdir. Və bütün bunları nəzərə alaraq, yenə deyirəm, bizim xal qazanmağımız bu halda realdır. Bu sadəcə olaraq bizim azərkeş istəyimiz deyil. Bir növ necə ki, Klub Brüj Barcelona ilə zədələrə görə ən ideal vaxtda oynadı və az qala udacaqdı və udmalıydı da. Qarabağ üçün də Napoli ilə eyni reallıq mövcuddur. Sizin fikrinizcə Qarabağ Napoli səfərindən hansı nəticə ilə qayıdacaq?